Masazır qəsəbəsində şəhərə ən yaxın olan hissəsində hündür rütubətdən kənar, bax bu sel suların, daşqınların olduğu bir vaxtda Allaha şükür ki, 1 qram problem olmadı. Ümumi ərazidə problem olmadı. Belə bir həyət yəni sahəsi var. Dövlət ipotekasından yararlıdır. Deməli, çöl görünüşü bu qaydadadır. Yerdən görürsünüz 6 daş kürsü üzərində inşa olunub kombi aparatı burada quraşdırılacaq. Çox da münasib qiymətdən təklif olunur. Qeyd etdiyim kimi indi təmiri görəcəksiniz, yüksək səviyyədə təmir olunub. Qrant gördüyünüz yerlərin hər biri monolit betondur. Giriş isə bu qaydadadır. Girişdə bu hissədə ayna da yığılıb. İndi evin təmirinə fikir verin dəyərli dostlar. Qanuni 3 otaqlı evdir. Burada 45 min, 56 min olan evlərimiz də var. Evin təmirinin gözəlliyinə fikir verin dəyərli dostlar. Belə bir zal hissə mövcuddur. Televiziya üçün stend, radiator xətti, kondisioner xətti, pərdələr asılıb, çılçıraq, lüstr asılıb, gizli işıqlar, spodlar hər biri yüksək səviyyədə. Yəni bura həqiqətən də hər incə detala kimi fikir verilib. Masazır qəsəbəsində Cantəpədə yerləşir. Cantəpə ərazisi Masazırın Şıxırdalan dairəsində şəhərə ən yaxın olan hissəsidir. Qeyd edilmiş Şıxırdalan dairəsində Binəqədi tərəf hərəkət etdikdə Respublika qayəsinin Baş Dövlət Yol Polisi idarəsini keçdikdən sonra sol tərəf hündür tərəfdir. Otaq ölçülərinə fikir verin. Əla otaq ölçüsü var. Bu hələ kiçik otaq sayılır. Hardasa 15 kvadrat metr buradır. Bir 18 kvadrat metr buradır. Təxmini olaraq otaqlarda istidilmə radiator vasitəsilə təchiz olunur. Evin arxa tərəfinə də keçid etmək mümkündür. Sağ tərəfinə də bura sanitar qovşaq və hamam otağı, duş kabini üçün yer ayrılıb. Deməli, hörmətli dostlar, sanitar qovşaqdır, dəhlizdir, mətbəxdir, isti döşəmədir. Siz heç bir 3 otaqlı evdə bu qiymətə təklif olunan evlərdə nə bu ölçüdə mətbəx sahəsi görə bilərsiniz, nə istipol görə bilərsiniz, nə ümumi mərtəbənin geçişində beton kəmər görə bilərsiniz, nə də ki 40-40 fundament görə bilərsiniz. Qoşa daşlı inşa olunub 40-40 fundament üzərində və ümumi mərtəbənin geçişində beton kəmər atılıb. Geniş mətbəx sahəsi mövcuddur. Qiymət ilkin olaraq 75 min manatdır. Qeyd etdiyim kimi burada 45 min olan bu təmirdə Radno 2 otaqlı və 56 minə 2-dən düzəlmə hazır mətbəx mebeli yığılmış 3 otaqlı evimiz də var 56 minə. Bu ev isə 75 minə təklif olunur. Alıcılara endirim olunacaq. Ev dövlət ipotekasından yararlı istənilən notariat kontorunda asan xidmət mərkəzinə alqı-satqı etmək mümkündür. Alıb dərhal qeydiyyata düşə biləcəyiniz paket qutuçalı evdir. İlkin qiymət 75 mindir. Marşrutla 142 nömrəli marşrutla ara məsafəsi 300 metrdir. Demək olar ki, qapısının ağzına kimi də asfalt yolda. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.